Değerli tələbələr, dövlət qulluğuna və magistrə hazırlaşanlar, bu gün sizlərə tərəzilər mövzusunun izahını verəcəyim. Deməli, tərəzilər mövzusu həm magistra düşür, həm də ki, dövlət qulluğuna düşür. Deməli, ondasa, gəlin baxaq görək bunları necə həll edirik. Bizim burada tərəzilər mövzusunda 3 dənə qaydamız var. Birincisi tərəf-tərəfə toplamadır. İkincisi əvəz etmədir. Üçüncüsü çarpaz toplamadır. Tərəf-tərəfə toplama dedikdə nəyi nəzərdə tuturuq? Yəni, baxın bu ikisi. Bir dənə gözləyim, qələmi götürüm. Deməli, bu ikisini alt-alta toplayırıq. Tərəf-tərəfə. Bu ikisini toplayırıq, məsəl üçün. Bir-birinə bərabər edirik. Sonra, ikinci qaydamız nədir? Əvəz etmə. Yəni, C bərabərdir buradan AB-yə, düzdürmü? Tarazlıqdadır, yəni C bərabərdir AB-yə. Buradan C-ni əvəz edib, yerinə AB yaza bilərəm. Bu da bir qaydadır, bu da bir həll üsuludur. Bəs digər halda, üçüncüsü çarpaz toplama nədir? Baxın, çarpaz toplama da budur. Bu şəkildə də çarpaz toplaya bilirəm. C-ni gətirib bunun yanına yaza bilərəm ki, eyni qayda AB-ni gətirib bunun yerinə yaza bildiyim kimi. Amma hər ikisini eyni qayda eləməlisiniz də, eyni anda eləməlisiniz. Yəni, C-ni bura gətirdim, AB-ni gətirməyim söhbəti ola bilməz. Əgər C-yi gətirsənsə, AB-yi də bunun üçün yanına gətirəsən. Sonra, deməli, bu 3 dənə qaydamız var. Sual yaranır ki, bu 3 qaydadan hansını istifadə edeyim? Üçünü də istifadə edəcəyim. Yəni, mən nə bilim ki, hansını nə vaxt istifadə edeyim? Necə? Hardan bilərsiniz? Mən sizə deyim. Məsəl üçün, sizdən soruşur burada 3 dənə B nəyə bərabərdir? Mən 3 dənə B-ni necə bir araya gətirim? Ya C-nin yerinə AB gətirib burada yazaram, elə də olar. Ya da ki, tərəf-tərəfə toplayaram. Baxın, mən bunu tərəf-tərəfə toplasam, BBC-ni gətirib qoyacam bura. BBC. Burada da 3 dənə A-nı gətirib qoyacam bura. Sonra nə edirəm? Baxın, C-im həm burada var, həm burada var. Getdi. A-yım həm burada var, həm də burada var. Getdi. Baxın, burada qaldı 3 dənə B, burada qaldı 2 dənə A. 3 dənə B bərabər olacaq 2 dənə A-ya. Bu da D variantına uyğun gəlir. Yəni, bizdən soruşulana görə biz müəyyənləşdirəcəyik ki, hansı üsuldan istifadə edeyim. Məsəl üçün, soruşur 4 dənə x-i. 4 dənə x-i soruşursa, baxın, 4x-i necə bir yeri gətirərəm? Çarpaz toplayaraq. Bu 2 dənə x-i yaptıracaq bunların yanında. Y, Z-də gətirib duracaq bunların yanında. Y, nəysə Z yazın, bir dənə də Y buradan yazın. İndi nə olacaq? İndi, məsəl üçün, hər iki tərəfində eyni olanları silərik. Burada nə var? X ümumiyyətlə yoxdur, Y gedir də bir dənə. Bir dənə Y burada da var, burada da var. Bu ikisi gedər, 4 dənə X qaldı. Nə qalıb burada da? Deməli, 3 dənə Z. Yox, 4 dənə Z, bir dənə də başladı. Bir dənə də Y burada. Tamam, 4Z, 1Y, bu da bizə verəcək Y variantını. Əvəz etməyə də bir dənə nümunə göstərim buradan. Məsəl üçün, əvəz etmə, altın suala baxaq. Əvəz etməklə yazaq, görək yaza bilərikmi? Bizdən soruşur, yox, əslində əvəz etməklə yazsaq, yazarıq. Baxın, 2 dənə 3 bucağı, 2 dənə 3 bucağı necə tapıb? Bunları alt-alt da toplaya bilərik, bəli, əldə cavab çıxır. Hətta daha tez çıxır. Amma, məsəl üçün, əvəz etmək üsulu ilə də istifadə edə bilərəm. Burada bir dənə kvadrat bərabərdir, bir dairə, bir üçbucağa. Kvadratı silirəm, yerinə yazıram. Bir dairə, bir üçbucaq, bir dənə də dairə. Baxın, dairəmin bir dənəsi gedər bundan ixtisar. 2 dənə üçbucaq bərabər oldu bir dənə dairəyə. Bu da Y variantı. İkisinin də eyni cavab alacaqdı qonsuzda. Sonra, məsəl üçün, burada baxın, fərqli sual varsa sizlərə göstərim. Əslində 8-ci suala baxa bilərik. Deməli, 8-ci sualda burada sizin diqqətinizə nə çatdırıram? Əgər hər iki tərəfdə də baxın, həm birincidə, həm ikincidə də belə deyək, bir tərəzinin iki gözündə də el var. Mən burada elləri ilə başdan ixtisar edib bunu özümlə sadələşdirə bilərəm. Çünki nəyə görə? Belə fikirləşin. Bir tərəzidir, hər iki qolunda 5 kilo burada var, 5 kiloluq daş burada var. İkisindən də o 5 kilonu götürsəm, mənim tarazlığım dəyişməz ki, yenə eyni qayda qalacaq. Məsəl üçün, burada nə qaldı? Deyir ki, 2K, KK, L. 2M bərabər. Bizə nə soruşur? Ona baxaq əvvəlcə. K, L-i soruşur. K, L-imiz, gəlin belə eləyək. Artıq burada 2 üsuldan istifadə edək. Baxın, K, L bərabərdir 2M. Düzdürmü? Birinci qoldan. Buradan əgər 2M, 2K, 2 ilə bərabərdirsə, bir M-im də bərabərdir K ilə də. Düzdürmü? Əgər ikisi 4-nə, bunların 4-nə 2 bərabərdirsə, bir dənəsi də bunların hərəsinə bir dənəsinə bərabər olacaq. Yaxşı, bunu buradan çıxartdıq. M bərabərdir KL. KL-imiz M-ə bərabərdir. M də variantlarımda yoxdur.
M variantlarında yoxdursa gəlib əslində əvəz edərik. Sizə bir balaca məsəl üçün də Güban bədiyimdə axıra saxlamısınız bu sualı. Deyirsiniz ki, da təcili məsəl üçün də bir cavab yazmalıyam, vaxtım yoxdur. Bax, M K ilə bərabərdir. K ilə bir dənə M-ə bərabərdir. Yəni M-in yanında heç nə ola bilməz. Əslində bunları başdan gedirsiniz. Amma ki bilmirsiniz axı, yenə də davam etməlisiniz. Əslində buradan 3 dənə K buna bərabərdir. KL. İndi baxaq da bəlkə K-nın da özü bərabərdir ML ilə. Məsələn, L eynidir. İndi görək nə edirik burada? Tapdığımızdan istifadə edirik. Bu tapdığımız nədir? M bərabərdir KL. Bu M-i silirəm. Yerinə yazıram KL. İndi bu K-dan bir ixtisar gedir. K'ın bərabərini 4 dənə ilə. Yox, 2K'm 4 dənə il yazıram buradan. 2K bərabərdir burada 4 dənə il. Əgər 2K 4 eldirsə 1K 2 ilə bərabər olur. Onda 1K'min yerinə 2 el yazaram bura. İndi bu elde gətirib qoyaram yanına. 3 el. Cavabımız C variantı. Yəni tamamilə K ilə gətirmək məcburiyyətində deyilsiniz. Elin biri məsələn K'm 2 ilə bərabərsə K'ya əvəz edərəm, L də qoyaram yanına. Cavabımız C variantı olmuş olur. Sonra bu üçlülərdən bir dənəsinə baxaq. Məsəl üçün 12-ci sual. 3 dənə tarazlıq veribdir. Bizdən 2 eni soruşur. N, 2 dənə eni soruşur. Bizim də burada hal-hazırda bir dənə enimiz var. Nə edək? Başlayaq. Məsələn, M-in yerinə 2 dənə K. M bərabərdir 2K-ya. Yazıram buradan M-in yerinə 2 dənə K. Sonra nə edərəm? M, K, K. Nə edə bilərəm? Əslində L-ləri yoxa çıxarda bilərəm. Yəni belə yazaq. Və yaxud da bu L-i də əvəz edək. Bu L-in yerinə nə yazaq? K, K, K. L-imiz bərabərdir K, K, K-ya. 3 dənə K-ya. Buraya yazıram 3K. K-larım da buradan ixtisar gedir. İkisi ixtisar getdi, baxın. Qaldı 1K, 1N. Yəni K bərabərdir N-ə. Əgər K-mız N-ə bərabərdirsə, N-in də yerinə K yaza bilərəm. 2 dənə K. 1N-in yerinə K, 2N-in yerinə K. Deyəsiniz hansına istifadə edirik? 2 dənə əvəz edilmə üsuluna istifadə edirik. Bunu dediyim kimi siz müəyyənləşdirirsiniz. Siz müəyyənləşdirməlisiniz ki, nə edəsəm? Niyə belə elədim? Deyirəm ki, məsəl üçün də M mənə lazım deyil. M buradan çıxardım, yerinə 2 dənə K yazdım. Deyirəm ki, bəs məsəl üçün mənə 2 dənə N lazımdır. Heç olmasa 2 N-i bir araya gətirə bilmirəmsə, bir dənə N-i tapım. Bir dənə N-i necə tapıram? Heç olmasa K-ları gətirim bura ki, burada K-larım ixtisar getsin. Yəni bunları alt-alt toplayan da olsuz eyni şey olacaqdı. İlk ikisini. Sonra baxaq başqa bir suala. Nəyə baxaq? 16-cı suala baxaq. Gör 16-cı sualı necə həll eləyərəm. Baxıram ilk öncə M bərabərdir 3 dənə K, K elə. Bizdən K-nı soruşur. M-ləri ixtisar. M-in yerinə 2K, L yaza bilərəm. Bax buradan. M-i silirəm. Yerinə yazıram K, K, L. Buradan 2K'm gedər. Bu 2K'm getsin. K'm bərabər oldu 4 dənə ilə. Cavabım çıxdı ilə. Bu mənə lazım olmadı heç. Bu mənə heç lazım olmadı. Çünki bu bilsiz nəyə lazım olmadı? Bu birinciyinə nə indi? Bax bunun K'ni ixtisar gedirəm. M bərabərdə KK ilə. M bərabərdə KK ilə. Yerləri dəyişdi. Burada deməli nə edirik? Burada M-i KK ilə əvəz elədik, yazdıq bura. Sonra 2 dənə K'larım getdi. K bərabər oldu 4 dənə ilə. Sonra məsəl üçün bax nəyə görə deyirəm iki tərəfdən də silin. 14-cü sualla baxın bir. 14-cü sualda nə qədər oxşar var. Bunları mən təbii ki ixtisar edəcəm, sadələşdirəcəm. Və 2K burada, 2K burada gedər. Getsin. Sonra 2L burada, 2L burada gedər. 1M də yenə buradan gedər. Nə qaldı? Bir də baxaq. 2K qaldı burada. K-dır. Burada da L. Tamam, burayla bittik. Yeni qaydayam bunu da sadələşdirək. 3 dənə M. 3 dənə M. Buradan da 3 dənə M gedər. Burada 2 dənə LK. Bax bu LK-nı silirəm buradan. Buradan da bu LK-nı silirəm. Nə qaldı? Burada qaldı M. Yuxarıdan yazıram. Burada qaldı M. Burada qaldı L-lə K. LK. Aha, sadələşdirdim. Məndən indi istəyir nə? 3 dənə L-i. 3 dənə L-i necə taparım? Baxın, bunları mən çarpaz toplasam 3L eləyərdi. 3L bir araya gələr. Çarpaz toplasam LK yana gələcək nə? LM. Burada bəs KKM. Bu bərabərdir KKM. İndi buradan yenə ixtisar gedir. Baxın, bu M getdi. Bu K getdi.
Həqiqətən də 3 el qaldı burada. 3 el qaldı. Bərabər oldu. Nəyə? Bir dənə k-ya. Yəni A variantımıza. Sonra devam edək. Belə fiqurlarla olana da baxaq bir neçəsinə. 18. Məsəl üçün 18-də nə edirik? Yenə burada bir dənə dairə, burada bir dənə dairə gedər. 2 ulduz, 2 dairə 1 kvadrata bərabərdir. Burada belə dairə işin getmir. Mənə burada nə deyir? Deyir 4 dənə dairəni tap. 4 dənə dairəni tapmaq üçün bunları alt-alta toplayıram ki, 4 dənə dairəm bir araya gəlsin. 4 dənə dairəmi, yəni buradan nə gətirirəm bunun yanına? 2 dənə dairə, bir dənə ulduz. Digər tərəfdə isə alt-alta toplayanda 3 dənə kvadrat gələcək bunların yanına. 3 dənə. İndi biz bunları yenə ortaq olanları ələyək. Məsəl üçün 2 kvadrat, yox 1 kvadrat var. Bir dənəsi gedər. Ulduzun biri gedir. Burada qalıb 4 dənə dairə. Nəyə bərabər olur? Baxın 4 dairəm qalıbdı burada. Burada olduğu kimi. Burada 2 kvadrat 1 ulduz. 2 kvadrat 1 ulduz da bizim C variantına uyğun gəlir. Sonra məsəl üçün neçəyə baxaq buradan. Əslində hər birinin qaydası eynidir deyə biraz digər tərəflərdən baxaq üçün digər sualları da izah etməyə vaxtımız qalsın. Məsəl üçün 26-cı suala baxaq. Görək bunu necə həll edərik. Biraz uzun gedir bilirəm. Baxaq. Bizdən soruşur 2 dənə eldir. Tamam, 2 dənə eli biz bu şəkildə gətirsək bir yana. A və L. Burada T'lərimi gətirsəm. Bir dənə də T. Buradan bizim ixtisar gedər. Bir dənə A'mız. Qalar 2 dənə L. Buradan da 3T 2A'ya. 3T 2A. Axı elə cavabımız yoxdur. 3T 2A'ya bərabər olur. Yəni 2 dənə L bərabərdir. 3 dənə T. 2 dənə də A. Bu şəkildə bir araya gətirdik. Sonra davamı getmir, düzdür. Davamına baxırsan ki, heç sürə getmir. Onda nə edəyək? Məsəl üçün. Bunu almışam. Bunu məsəl üçün aldınız, deyin ki, səhvdir deyib hamısını silməyin. Buna istifadə edə bilərsiniz sonra. Gəlirəm, nə edirəm? Buradan bunları sileyim mənim hələlik. Bir dəfə də əvəz elməklə yazım. Deyim ki, bu elin yerinə gətirim 3 dənə A qoyum. Eli sileyim, yerinə 3 dənə A qoyum. İndi nə oldu? 2 dənə T bərabərdir 4 dənə A-ya. Əgər 2T bərabər isə 4 dənə A-ya, bir T'miz də bərabər olacaq 2A'ya, düzdürmü? Bu adı. Əgər 2T 4A'dırsa, bir T'miz də 2A'dır. 2 dənə A. Bir dənə T'nin yerinə bir T'miz 2A. Tamam. 2A. Tamam, baxın, elə bil ya belə yazarıq. 2A'nın yerinə T qoyaram. 2A'nın yerinə T qoysam 4 dənə T eləyir. Yenə cavab yoxdur. Onda mən 2 dənə T'nin yerinə... Yox, bir dənə T'nin yerinə A qoyum. Gözləyin, qarışdı bütün. Bir dənə T'nin yerinə 2 dənə A qoysam. 2 dənə A. Tamam, bu da belə. Sonra nə çıxar buradan? Sonra çıxır ki, başqa nə edə bilərik? Elimiz də 3 dənə A-ya bərabərdir. Əslində belə deyək də, bu el 3 dənə A-ya bərabərdir. Yeni bir şey çıxmır, çünki gəlmir də. Bizim istədiyimiz formaya gəlmir, bizdə olan cavaba gəlmir. Onda belə deyək, bu 2 dənə el. Elin yerinə 3 dənə A qoyaq. Düzdür, bu eli silim, yerinə 3 dənə A qoyum. A, A, A. Eli buradan çıxar. Bu eli də silim, yerinə yenə 3 dənə A qoyum. Bu da əvvəldən qoyaq. Belə yazaq. A, A, A. İndi baxın, 2A bir dənə T'dir. Cavab C çıxır. Baxın, 2 dənə A-nın yerinə bir dənə T çıxır. Bu 2 A-nın da yerinə bir dənə T çıxıbdır. Bu 2 dənə də A-nın yerinə bir dənə T çıxıbdır. Demək ki, bu heç bizə lazım olmadı. Elə buradan çıxdı. Yəni əvəz elədik. Bir T'mizi 2A tapdıq. Sonra yenə eyni qayda bu şəkildə həll elədik. Təbii ki, bunu bu cür yazmamış, çıxmırsa digər yolu yoxlamamış tapa bilməzdik. Biraz çətinləşib burada artıq. Sonra fərqli bir sualın izahına baxaq. Məsəl üçün baxaq 34-ə. Görək 34-ü necə həll edərik. 34-cü sualda bizdən bura veribdir. MB-ni soruşur. MB. M-in yerinə 2A. Mənim M yuxarıda yox ki, mən 2A yazım. Ya da məsəl üçün nə edə bilərik? M-i əvəz eləsəm deyirəm ki, 2A hardan qoyum? Heç nə ixtisar getmir. Baxaq da. Görək nə edək. Bunlar məsəl üçün alt-alta toplayaq. Görək nə verər bizə. Bu ikisinin alt-alını toplasaq, gələr bura A ilə L.
A ve L. Bu ikisini de burada K, B geldi bura. K ile B geldi bura. Sonra ixtisar getsə, buradakı A yoxdur. L var, iki tərəfdə də L var. L gedər. Bir də iki tərəfdə B var. B gedər. Hə, tamam. 2K qaldı. 2K nəyə bərabərdir? 2A, 2B. 2K bərabərdir 2A'ya, 2 nə də B'yə. Baxın indi buradan. Nə çıxar? Baxın 2K, 2A, 2B'yə bərabərsə 1K'm də bərabərdir. 1K bərabərdir 1A, 1B'yə. İndi mən bu artıq lazım deyil. Aha. 1K bərabərdir AB'yə. 1K bərabərdir AB'yə-dirsə, məsələn, gətirim buradan nə edək? K bərabərdir AB'yə. Başqa nə edə bilərik? Bu ikisini götürək bəlkə. Buradan M'in yerinə, belə bir şey yaza bilərik, çıxdı. Baxın, buradan M'in yerinə, M'in buradan. Yerinə 2 dənə A yazacağım. M'i siləcəyəm. Yazacağım 2 dənə A. Sonra AB'nin yerinə K yazacağım. Bax, bu 2 dənə AB var ya. Bu ikisinin yerinə K yazacağım. Bu anı da gətirəcəm yanına. Bu da mənə verəcək D variantını. Sadəcə biraz görmək lazımdır. Biraz işlədikcə alışacaqsınız bunlara. Necə bilmirəm deyib heç vaxt kənara atmayın. İşləyin yavaş-yavaş, birin ikisini biraz çətinlik çəksənizə getdikcə alışacaqsınız. Tez görməyə başlayacaqsınız. 41-ci sual. Necə işləyərik bunu? Bizdən A-K'nı soruşur. Görək A-K'nı necə taparıq? L-i veribdir 2 dənə A, K'nı da veribdir 2 dənə B. Burada da bu şəkildə veribdir. Bu ikisini toplayanda deyir ki, bu eləyir. KL bərabərdir. Burada baxın. 1A 3B'yə, burada 2A 2B'yə. Alfalı topladım bunları şifayı. Görək burada nə edərik? Bunları məsəl üçün gəlin alfalı toplayaq. Görək nə verər? Alfalı toplasam bu ikisini. K qalxar bunların yanına. 2 dənə də B gələr bura. İndi ixtisar gedəcək. İxtisar getdikdə K'im ixtisar gedir. 2 dənə B'im ixtisar gedir. 1L bərabərdir AB'yə. L bərabərdir AB'yə. L bərabərdir AB. Tamam, bunu da bildik. Əslində buradan L'in yerinə AB yazsam, əslində baxın, L'in yerinə AB yazıram. A'im ixtisar gedir. Buradan çıxır ki, A bərabərdir ilə B'yə. A bərabərdir B'yə. Düzdürmü? A bərabərdir B'yə. İndi, burada məsəl üçün nə edə bilərik? Bax, görək necə əvəz eləyək, necə hara qoyaq. Məsəl üçün, K'nın yerinə yazıram 2 dənə B. K'nın yerinə yazdım 2 dənə B. 2 dənə B. Əslində B, L cavab olsaydı, məsələn, AB'nin yerinə qoyun B, B ilə L. B ilə L cavab yoxdur. Ondasa, məsəl üçün, A-nı B ilə əvəz eləsəm, cavabım A-dır. Nəyə görə? Bu B-ni A-nın deyir olduğu kimi saxla. Saxladım. B-nin yerinə A yazıram. Bunu da B yazıram. Bunu nəyə görə belə yazdım? Variant almaq üçün. Yəni, variantdan uyğunlaşdırıram. Məcbur. Başqa, məsəl üçün, biraz keçək artıq 54-dən, 49-dan başlayır digər tipə. Məsəl üçün, 48-ə də baxaq, sonra keçək elə tip suallarımıza baxmağa. 48-ci suala baxsaq, necə həll edərik? Bizdən soruşur 4 dənə A-nı. 4 dənə A-nı bir araya gətirmək biraz çətin. Görək necə edək? Əslində, yavaş-yavaş gətirə bilərik. Baxın, burada D-in bərabərdir AC-yə. Deyək ki, burada D-nin yerinə AC yazaq. AC. Sonra, D-nin yerinə AC yazdıqda, buradan C-im ixtisar gedər. Qalır B bərabərdir 2A-ya. B bərabərdir 2A-ya. Buradan da B-nin yerinə 2A yazsam. 2A. 3A bərabərdir C-yə. Əslində 3 dənəsini silib C yazsaydım, C, A cavabım yoxdur da, qoya bilərdik. C-imiz amma 3 dənə A-ya bərabərdir. Baxın, burada C-nin yerinə yazıram 3A, 4A edir hamısı bir yerdə. Bu ilə 4A nəyə bərabərdir? D-yə. Bu da Y variantına uyğun gəlir. Gəlin keçək artıq 49, 58 tipli suallarımıza ki, bunları necə həll edirik? Bunlar da yenə tərəzidir. Tərəzinin orta hissəsi budur, yəni mərkəzi budur. Bunun sağ hissəsi ilə sol hissəsi bir-birinə bərabərdir. Amma necə edirik? Məsələn, x veribdir, mən nə bilim. Baxın, 1, 2, 3, 4. Bura 4-dür, 5, 6. Burada 6-dır. 1, 2, 3. 3 buradır, 4, 5, 6 da buradır. Nə edirəm? Deyirəm ki, bunlar bir-birini vurmadır. Uzaqlaşdıqca çəkisi artır. 3-ü vuram 4-ə, bu edir 12. Plus 5 dəfə 6-dan 30. Bura bərabər olur nəyə? Sol hissəyə. 3x plus 6 dəyə 4-ün 24. Artıq buradan 3x'i tapmalıyıq. 12 ilə 30, 42.
24 də digər tərəfə keçəndə mənfi olur. 42-dən 24-ün çıxsam 18. İkisinin də bərabərdir. 3, 2, bu üçündə. 3, 2, 18 isə ikisinin də 6-dır. Məsəl üçün fərqli birinə baxaq. Buna 52-yə baxaq. 52, 53-ə də baxarıq sonra. 52-ci sualda yenə eyni qayda sayıram. 1, 2, 3, 4, 5, 6. Burada 1, 2, 3, 4 və bu 5-cidir. 6, 7 də buradır. Bu 5. Olur 5 2. Plus. Bax, bunları vururam bir-birinə. Üstə 7-nin 21. Bərabərdir. 6, 6, 36. 5 2 bərabərdir. 21. Digər tərəfə keçəndə mənfi olur. 36-dan 21-in çıxanda 15. İkisinin də bərabərdir neçəyə? 5-ə. 3-ə bağışlayın. 3-ə. Cavabımız B variantı. Və digər bunları necə həll edirik? Bunları da əslində necə əldə edirik? Elə bil ki, baxın bu tərəfi yazaq ilk öncə. 1, 2, 3, 4, bura 4'dür. 5, 6, 7, burada 8'dir. Tamam, buranı yazdım. 4 də 5'in 20, üzərini gəlirəm. 2 də 8'in 16. Bərabərdir. Yine buranı yazaq. 1, 2, 3, 4, 5, 6 oldu. Aha. 2, 3, 4, 5, 6. 6'nı bir dəfə 2'sə vururam. 6, 2. Bir dəfə də 2'yə vururam. 12. Bu şəkildə yazıram. İndi nə alınır buradan? Nə alınır? 6x'in bərabərdir. Bu eləyir 36. 12 o tərəf keçəndə 36'dan 12'sin 24. İkisi də bərabərin 4'ə. Yəni cavabımız C variantına uyğun gəlir. Baxaq fərqli, eyni qayda gedir. Məsəl üçün 54'dür, 55'dir. İkisi grid, yəni ikisinə 56'ya bax görək. İkisi grid, ondan necə həll edərik. 1, 2, bura 2'dir. 3, 4, 5, bura 6'dır. 1, 2 buradır. 3, 4, 5, 6 buradır. 6, 2. Üzerine gelirim. 2 də 7'in 14. 14. Bərabərdir. 2 dəfə 13'ün 26 plus 6 y. Yəni bunu bir balaca baxaq görək sadələşdirə bilirik, yoxsa necə? Əslində bunları digər tərəfə keçirməyin yeri yoxdur. Əslində rəqəmin bir dənəsini keçsək olar. Yəni 6x bərabərdir yazıram. 6y plus 14'ü o tərəfə keçirsəm 26'dan 14'ün çıxsam 12. Bu şəkildə. Bu şəkildə saxlayıram. İndi başlayıram yerinə variantları qoymağa. Misal üçün, x-in yerinə 3 qoyuram. 3 dəfə 6'ın 18. Onda 7'nin də yerinə y qoymalıyam. Axı çox elədir. Bu 42 üzərində gəlində olmur. Bu getdi. Əslində mən x-ə böyük ədəd qoymalıyam. Bu da getdi. Gəlirəm, məsəl üçün, y variantına baxsam. 7 qoysam 42, altda 7'in 42. Bura 3 qoysam 18 üzərinə 12, 30 elədi. Bir-birinə bərabər olmadı. Cavab D variantı. Baxın, 5 qoyuram, 5'də 6'ın 30. Bunda da 3 qoyuram. 6'da 3'ün 18, üzərinə də 12 gəlində yenə 30. İki tərəfdə 30 elədi. Buna görə cavab D variantı. Yəni variantına gedirik sadəcə. 57 eyni qaydadır. Bir də 58'də baxaq bu tipdir. 1, 2, 3. Bura 3'dür. 4, 5, 6, 7, 8 olur burada. 1, 2, 3 buradır. 4, 5 də buradır. Nə yazıram? 30. 5 dəfə 6'dan 30. Plus 3 2 bərabərdir. 3 də 9'un 27 plus 8 y. Sonra bunu en azından yenə bayaq kimi yazaq. 3 2 bərabərdir. 8 y. 30'u bu tərəf keçəndə mənfi olur. 27'dən 30 çıxanda mənfi 3 edir. Yəni 3 y çıxaq 3 şəklində yazıram. 8 y minus 3 şəklində. İndi gəlin yenə variant qoyaq. Əslində burada x-in böyük yeddə olmalıdır. Y-in biraz balaca olmalıdır. Ondasa bu məntiqlə geçsəm, x-in en azından böyük olacaq deyirəmsə bunları əliyib sonra cəllərinə baxaram. 7 qoysam, cavab budur. 3 də 7'nin neçə eləyir? 21. Y-in yerinə 3 qoysam, 8 də 3'ün 24, 3'ün də çıxsam 21. Hər iki tərəfin cavabı 21 olur. Y variantımız doğru olmuş olur. Bu da bu tip suallar. Demək olar ki, hər birinə izah verdim. Hər bir tipə deyim daha doğrusu izah verdim. Keçək məsəl üçün belə salxım tərəzi. Salxım tərəzi dövlət qulluğunda BB1 səviyyəsinə düşmür, bəlkə AC-yə düşər, amma magistrlara düşür. Magistrlara belə sualların izahı düşür, belə suallar düşür daha doğrusu izahını istəyir. Bizə nə deyir burada? Salxım tərəzi nədir? 59-70 sayılı suallarda eyni fiqurlar, fərqli fiqurlar isə fərqli bir rəqəmli ədədlərlə ifadə olunmuş çəkilərə uyğundur. Məsəl üçün, neçə dənə burada rəqəm var? 1-dən 9'a müəyyənləşdirək də 0 da qoya bilirik. 0-dan 9'a. 0-dan 9'a
qoyuruq. Amma indi 9 dənə rəqəm var, ya 8 dənə rəqəm var. Elə bilirəm 9 olmalıdır. Sonra, deməli, burada biz necə baxırıq, necə başlayırıq baxmağa? Burada, məsəl üçün, baxın, bu iki tərəf bir-birinə bərabərdir. Bu tərəzinin orta hissəsidir. Bu tərəzinin orta hissəsidir. Bunun sol hissəsi ilə sağ hissəsi bir-birinə bərabərdir. Deməli, bunu başlayıram necə yazmağa? Ən balaca hansıdır? Buradan bura gəlir, buradan da bura gəlir. Bu x-dir. Bir dənə x götürürəm. Onda bunu da x götürürəm. Deməli, bu orta 2x. Bura oldu 2x. Bura 2x-dir, burada 2x-dir. Onda bura 2x, bu oldu 4x, düzdürmü? Bura 4x-dirsə, burada 4x-dir. Çünki baxın, bu ikisi də bir-birinə tarazlıqdadır. 4x. İndi 2 bölünür. 2x bura, 2x bura. Bunun özü də x olaraq bölünür. İndi baxın, 4x. Bura oldu 8x. 8x-dirsə, burada 8x-dir. İndi bura 4x, 8x-i 2 yerə bölürəm. Burada 4x, bura 2x. Yəni, buranın da özü də 2x. Bu qədər. Gəlirəm indi nəyə? Digər tərəfə gəlirəm. Buradan hardan başlasa sizin üçün avantaj olar. Məsəl üçün, baxın, başlayırsınız buradan. Ən uzunundan. Ən uzununa elə bir rəqəm qoyursunuz. Gəlirlər, buna da uyğun olsun. Baxın, burada bir dənə x-dir. Bu uzağı neçə ola bilər? Bu uzağı 9 ola bilər də, düzdürmü? Tək rəqəmli ədədlər qoyursunuz. Bu uzağı 9 olar. Sən bunlardan 9-u almaq məcburiyyətdəsən. Və bu 8, bağışlayın, 5, bu da 3, 8. Yəni, necə qoyaram? Hamısına 1 qoysam belə olar da, təbii ki də. Bir dənəsini 2 qoysam səhv çıxır. Məsələn, 2 qoyaram, buna qoysam düz çıxır. Və 2 qoyub buna 0 qoysam bu 6 eləyir. Buna 0 ilə 6. Buna 6 götürə bilərəm. Və yaxud da bunu 1, bunu 0 qəbul edib 3 götürə bilərəm. Bunu 1 qəbul edib 5 dənə 1, 5. Bunu 0 qəbul edib 5 götürə bilərəm. Təbii ki, baxır bunu mənim götürməyimə. Nə götürək? Məsəl üçün. Götürək, birindən başlayaq götürək də. Və heç biri fiqur heç birinin üstə düşməməlidir. Həm 5 bucaq, həm də tutaq ki, dairə ikisi də 0 ola bilməz, ikisi də 1 ola bilməz. Bax, 5 bucaqlıya buradan götürürəm. 1 deyək. 3 dənə 1. Bu elədi. Bir dənəsinə yazım balaca. Aha. 3 dənə elədi. Buna da 0 götürək. Buna 3 deyək. Tamam. Buna 3 deyirəmsə, baxın, burada x-im 3-dür. Bu da 3 elədi. Tamam, 3. Mənim indi burada x-im 3-dür. Mən bu ikisindən 3-ü necə düzəldim? 1-dən 2 götürməliyəm, düzdür? Ya da 3-dən 0. Artıq mən bunu 3 götürsəm, hansısa birini 3 götürsəm, bu səhvdir. Ya da 0 götürsəm, tamam, deyərəm ki, bunu 0 götürmüşəm onsuz. Bunu 3 götürüm, bunu da 3, bunu da 3 olmaz. 0-la 3 deyil demək ki. Ya da 1-dən 2. 1 götürə bilmərəm, çünki 1-i 5 bucaqlıya demişəm. Bunların heç birinə deyə bilmərəm. Yəni, bu əslində səhvdir. 1, 0, 1, 3 olmaz. Buna desəm 2, buna desəm 0. Bu olur neçə? 6, düzdürmü? 3, 2, 2, 2. Bu eləyir 6, bu da 6 olsun. Tamam, 6 olsun. İkisinin bərabəri də 6-ya. Bunun çəkisi 6-dır. Tamam, bu 6 eləməsi üçün, məsəl üçün. Gəl 5 bucaqlıya bax da, 5 bucaqlı falan hadisi var. Ya da kvadrat. Yoxdur burada, burada var. 5 bucaqlı. Tamam, əgər 6-dırsa, x-in, bu 2x-i 12 eləməlidir. Bu ikisi bərabərdir, 6 olmalıdır. Hə, baxın, məsəl üçün. Bu 5 bucaqlını 2 qəbul eləsəm, bu 2x, x-i mən 6 götürmüşəm axı. X-in 6-sı bu eləyir 12. Bax, mən bunu 2 götürsəm, məndə qalır 10. Onu necə verirəm? Və bu 0-dır, onsuz burada 0 vermişəm. Bu mən ulduza, bu 8 bucaqlı ulduza mən 10-u necə verim? 10 olmaz axı, tək rəqəmli olmalıdır. Demək ki, bu 6 da deyil. Yəni, üstə düşür. Onda nə edirəm? Buna mən verəcəm 0, buna verəcəm 1. Bu eləyir 5. 5 dənə 1, 5. Bərabərdir 5-ə. X-in bərabəri olur 5-ə. X bərabərdir 5. Bir tərəfdən yazım. X-in 5-dirsə, baxın indi. Burada yazdıqlarımı gətirib qoyub o bizləri tapıram. Mən buna vermişəm 1. Buna verirəm 1. X-in 5 olmalıdır axı. Yəni 5 eləməlidir cəmi bu ikisi. Ona görə buna 4 verirəm ki, bu ikisinin cəmi 5 eləsin. Başqa məsəl üçün, tapdıqlarımdan hara yazım? Harda var? Və bunu görürsünüz burada. Bu 4-dür. Buna yazıram 4. X-in 5-dirsə 2x-im 10 eləməlidir. İndi bu 4-dür, 6 çatışmır. Mən buna 3 qoymalıyam ki, 3, 3, 10 eləsin. Düzdürmü? 2x 10 eləsin. Tamam, burada indi ürəyi tapdım. Ürəyə qoyuram 3. Gəlin ulduza baxaq. 3-dür, baxın, x-in 5-dir. Bura 2 qoymalıyam ki, nə olsun? 5 eləsin. Ulduzum da oldu 5. 2 bağışlayın. Bu da oldu 2. 2x-im nədir? X-in 5-dir, 2x-im 10-dur. Bura 10-dursa,
Əslində bunları silib təzədən 5, 10 yaza bilərsiniz. İndi burada hesablayırıq, bir də silmədim. 2 isə bura 8 qoymalıyam ki, cəmi 10 eləsin. Yəni bu 6 bucaqlı 8-ə bərabərdir. Sonra məsəl üçün gəlin bu bax. Burada buna 1 demişəm. 5 bucaqlıya 0 demişəm. Onda bu 10 eləyəcəksə 2x, buna 9 deməliyəm ki, 10 eləsin. Tamam, bunun 9 yazıram. Hər cür problem yoxdur, heç nə üst-üstə düşməyibdir. Başqa, ürək, bax buna baxaq. Ürəyə demişdik 3. Düzdür. Ürəyə 3 demişəm. X-im 5-dir, bu 2x-dir, 10-dur. Hə. 10 elməsi üçün bu 7 olmalıdır. Yəni, baxın, bunlar 7-dir. İndi siz 4x. 4x 20-dir. Çünki x-im 5-dirsə, 4x 20-dir. Bunlar elədi 14. Buna mən 6 verməliyəm ki, 20 eləsin. Baxıram, nəyimsə qaldı, heç nəyim qalmayıb. Artıq hamısına cavab vermişəm. İndi bunların cəmini soruşur. Baxın, bu oldu neçə? 9 plus. Bu oldu 4. Heç nə üstə düşməyib. Yəni, hər birinin qiyməti ayrıdır. 5 bucaqlı oldu. 5 bucaqlı oldu 0. Ürək oldu 3. Və kvadrat oldu 5. Bunu da cəmi bizə neçəni verir? Neçəni verir? 9 ilə 1, 13, 16, 5 də bu 21. 21 cavabımız da Y variantına uyğun gəlir. Sonra başqa bir suala yenə baxaq buradan. Qaldığımız yerdən devam edirik. Məsəl üçün, baxaq bir də bunların 61-ci suala. Daha qarışıq görünür, daha biraz figürlər çoxdur. Amma bu sizi qorxutmasın, bu daha asan olur gəlinə rəğmən. Yenə başlayıram. Ən balaca, baxın, eyni kateqoriyada, eyni səviyyədə olmasın da ən aşağıdan. Məsəl üçün, bunu götürə bilmirəm, çünki baxın, bundan daha balaca var. Bunun bir tərəfini x qəbul edirəm. Bu mənə çox köməkli edir cədvəlini tapanda. Bunun birini x qəbul edirəm. 2x, 2x, bura oldu 2x, düzdürmü? Gözləyin, bura oldu 2x. Bura 2x ise burada 2x'dir. Sonra bura 2x'dirsə artıq 2x, 2x bura olur 4x. Tərəzinin bir qolu 4x'dir. Artıq burada 4x'dir. Bir-birinə bərabər olduğu üçün. Əgər 4x, 4x, bura edir necə? 8x. Baxın, burada 8x'dir. Və bunu başlayıram paylaşdırmağa. 4 bura, 4 də bura. Eyni qayda 2x bura, 2x də bura. Əgər məsəl üçün 8, 8 bura eləyir 16x. 16'dırsa burada 16x'dir. 16x'de bölürəm bura 8x, 8x olaraq. Bu paylanır bura 4x, 4x. Bu da paylanır bura 2x, 2x şəklində. İlk növbədə bunu yazmağınızı sizə tövsiyə edirəm. Sonra başlayırıq nə etməyə. Baxın, məsəl üçün, buradan yenə gəlin başlayaq. Çünki məsəl üçün, bu daha uzundur, düzdür. Bundan başlaya bilərəm. Amma ki, bunu mən burada nə ilə qarşılaşdıracağım? Elə deyil. Buradan da başlaya bilərsiniz. Məsəl üçün, burada 2 dənə ulduz var. İkisini də silin. Dedim axı, eyni qoldur, eyni çəkidir. Tutaq ki, bu da 5'dir, bu da 5. İkisindən də silsin, bir şey dəyişməz. Bunu yazacağı hələlik silirəm. Aha, çünki bu ikisi tapmaqda mənə köməklik edəcək. İndi baxın, bu bir dənə neçə ola bilər ki? Burada 1, 2, bu 0 ola bilməz. 0 olsam elə getməz. Əslində 0 ola da bilər. 0 olsa, çünki buna məsəl üçün 5 qoysam, hə bu 0 olmalı ki, düz olsun. Yox, ikisinə də 0 verə bilmərəm. Tamam, ondasa 2 verə bilmirəm. 1, 2, 3, 4, 5, 6. 6 da 2-nin 12. Mən bir dənə tək buna 12 verə bilmərəm ki. Buna verəcəm 1. Nəysə, hamısına yazırıq. Bu elə də 6, düzdürmü? Bunun da tək qiyməti 6-dır. Bunu tapdıq. Bu aslında buradan ikisi tapa bilmirəm də sadəcə. Çünki buradan bilmirəm bu ulduzu. Ulduzu bilmirəm. 2x yuxarı deyə. En azından bunun birini bildik. Gələk hara? Bunu yenə ulduzu bilmirəm. Bunu tək bildim 1'dir. Bunu da bilmirəm. Tamam, deyəm bunları müəyyənləşdirək. Onsuz baxırdıq. Bunlardan heç olmasa bir dənəsini 0 deyə bilərik. Hansına deyək? Fərq eləməz. Bunlarda 2 desəm, 2, 2, 2. Buna 3 deyə bilmirəm. 10 eləyir. Bax, 3, 0 da desəm, 9, bu da 10. Buna tək 10 verə bilmirəm. Axı, bu ikisi bərabərdir. Bunun demək ki, biri 1'dir. Hansına 1 verim? 1 yox, 2. Və buna ya 0 verəcəyim, 2. Birinə 0, birinə 2 verəcəyim. Hərəsindən düşdəndə qalmışıq belə. Yoxlayaq da, olmasa qaydarıq. Buna 2 verək. Buna 0 verək. Sonra devam edək. Əgər bu 0'dırsa, bunlar da 2, 2, 6, bir də bu 7. Demək ki, bunun özü 7'dir. Tamam, x'imiz 7'ymiş. X'i tapdıq 7.
Baxın burada. Yazıram. 2x bərabərdir 7. Artıq buradan gəlib biz tapa bilərik nəyi? Ulduzumuzu. Bu ulduzumuzu gələk tapaq buradan. Silim, açım üstün daha doğrusu. İndi baxın. Bu elədi 6. X-im 7-dirsə, bu 2 eləyəcək 14. Mən bura 8 yazmalıyam ki, 8 ilə 6 14 eləsin. Bu balaca ulduzum, 5 bucaqlı ulduzum 8 imiş. Bu da bax 8, 8, 6, 6. Deməli, bizə verir 28-i. Bəli, 4x-im 28-dir. Sonra tapdıqlarımdan devam edirəm. Məsəl üçün, burada hansını tapaq? Bunu dedik. Buradan dairəni taparıq. Hə, dairə artıq buna fikir verin bir dənə. Bu ikisinin birləşməsidir. Yəni bu 4x, 4x kimi. Bu 4x kimi görəcəyik. Bunun hamısı bir yerdə 28 olmalıdır. Yəni necə? Məsəl üçün, baxın. Bunun, baxın bu ikisi, bunun elə bir ki, qolu ilə bunun bir qolu birləşir. Birləşibdir. Bunun ikisi bir yerdə. Elə bir ki, bu 4x-dir, bu da 4x. 2x, 2x, bizə eləyir 4x. 4x-imiz də 28. İkisi, bunların hamısı bir yerdə 28 olmalıdır. Onda dairəyə taparam. Baxın, ulduzum 8-dirsə, 8, 8, 8, bu elədir 24. 4 olmalıdır ki, 28 eləsin. Tamam, indi buna baxın, 4-dürsə, indi 5 bucaqlarını tapa bilərik. 2x-dir, 2x-im 14-dür. 14-dürsə, bunlar 4 var, 10 qoymalıyam. Yəni 5, 5 qoymalıyam ki, 10 olsun. Bunu da 5 bucaqlarını tapdıq ki, 5-dir. Devam edirəm. Artıq mənə nə lazımdır? Bunun biri 1-dir. Bax, bunun biri 1-dir. 4x-də 28-dir. Mənə 27 lazımdır. 9, 9 qoyaram ki, 27, bir də bu 28 eləsin. Bunun da olduğunu, 9 olduğunu tapmışam. Elə bilirəm hamısını tapdıq axı. Bir dənə burada 6 bucaqlı qalır. Gəlin onu tapaq. Ulduzumu tapmışam 8. Bunları tapmışam 9, 9, 9. Hə, burada 8 dəfə 7-nin 56 tapmalıyıq. Cəmi 56 eləməlidir. Ondasa gəlin bunu tapaq. Buradan tapa bilərdik. Nəysə, bunu tapaq. 8, 9, 9, 9, 27, 8 də bu 35. Düzdürmü? 35. 56'dan 35'ini çıxsam 21. Hə, bu tapmışdıq 7. Gözümdən qaçıb tamamən. Deyirəm axı 21, 7-ni də harasa yazmışdıq. Tapmışıq 7-də əslində. Elə ki bir şey qalmayıb onda. 3 bucağımız qalır burada. Bunları yazaq. Kvadratımız 9. 5 bucağımız elə 5. 2 dənə 5. Birini saymayacağım. Burada 0, 0. Bu 4x 28 eləməlidir. 10, 19. Düzdürmü? 19. Sıfırlar heç. 28 olması üçün qaldı geridə 9. 9-dan necə düzəldirəm? 3 ilə. Deməli, məndən nəyi soruşur? 5 bucaqlımız 5-dir. Plus. Ürəyimiz 0-dır. 6 bucaqlımız 7-dir. Bu 2-dir. Plus 2. Minus 9. İkisi silin buradan. Lazım deyil artıq mənə. Yer tutmasın. Bərabərdir. 10. Yox, bu 0-dır. Başlayın. 5, 7, 12. 2 də bu 14. 9'unu çıxsam 5. Cavabımız 5. Variantına uyğun gəlir. Bunun bir də gəlin bunlardan bir dənə də tarazlıqda olmayan tərəzilərə baxaq. Məsəl üçün 65-ci suala baxaq. Görək bu tarazlıqda deyil. Necə yazarıq bunu? Məsəl üçün burada yenə tarazlıqda olanlar var, tarazlıqda olmayanlar var. Məsəl üçün yenə ən uzundan başlayıram. Mən bunlara 0 deyə bilmirəm. Çünki 0 desəm bu 7 versəm məsəl üçün bu da 7 olur. İkisi də eyni rəqəm ola bilməz. Demək ki bu sadəcə 1-dir. Bu 1-dirsə, gözləyin. Əgər bu 1-dirsə 1 götürürəm. 1, 2, 3, 4, 5, 6, 7. 7-dir. Mən buna 0 da verə bilərəm. 0 versəm bu 7 olar. 1 verə bilmirəm ya da 2 verəcəyim 9 olacaq. Gəlin yoxlayaq. Buna məsəl üçün 0 verək yoxsa 2 verək. Gəlin 0 verək. Bunu çox da böyük yerdə götürməyək. Bunu 0 versək. Yoxlayarıq təbii ki. Olmazsa digərini qoyacaq. Bu elə neçə? Neçə demişdik? 7 düzdürmü? Bəli. Bu oldu 7. Sonra gəlirəm. Bunlardan başqa yerdə var yoxsa yox? Demək ki bu bir hissəm 7-dir. Burada 7-dir. Bura elədi 14. Ondasa burada 14. 14-dürsə artıq bu tərəf ağır olacaq buradan. Məsəl üçün, burada deyək ki, 2 dənəsi 1 dənəsinə bərabərdir. Hər şey götürə bilərik. 3, 3, 6 götürə bilərik. 2, 2, 4 götürə bilərik. Tapdıqlarımızdan nə var? Məsəl üçün, tapdıqlarımızdan kvadratı bilirik ki, 1-dir. Kvadratın 1-dir. Yazın bura. Burada başqa bir şey bilmirəm. 6 bucaqlarını bilirdim, bir də ürəyi bilirdim. Başqa birini bilmirəm.
Yaxşı, bura 28 olsun deyək. Bu onsuz da 7-dir ya da ki 9 ola bilər. Tamam, bura deyək ki 28, hələ ki belə davam edək. Ondasa burada 28-dir, bura 14-dür, burada 14-dür. Ondasa bura 7-dir, burada 7-dir. Əgər 7 eləyirsə, bu 1-dirsə, bu 6 olur. Düzdürmü? Bu olur 6. İndi sonra, məsəl üçün, başqa nəyi bilə bilirik? Bunu da bildik və bu artıq başqa yerdə yoxdur. Ən azından rəqəmlərimizi işlətdik. Sonra, məsəl üçün, bura nə deyək? Ki, buradan gəlin qoyaq da başlayaq qoymağa. Bu 7 eləyəcək. Bu ikisi bir yerdə 7 eləyir. Burada tək bir rəqəm bu ikisinin cəminə bərabərdir. Məsəl üçün, bunu götürürəm 6, bunu götürürəm 3, 3. Bu 6 olsa, buna 1 verməlisən ki, bu artıq 7 eləsin. Axı 1-i də vermişəm, bu demək 6 deyil. İki tərəfi müqayisə ilə yazırıq. Bu 6 deyilsə, 8 olsa 4 qoymalıyam. 8 ola bilməz, çünki nəyini toplayanda 7 eləyəcək. Demək ki, bu elə 4-dür. 4 isə bunlar 2-2-dir. 2-2. Tamam. Buna deyirəm ki, 4-dür. Buna deyirəm onda 3-dür. Düzdürmü? 7 eləsin. Bu 7-ni ayırım buradan. Aha, bu 7 eləsin. Yaxşı, 7 elədi. Bunu tapdıq 3. 3, 3. Bu da 6. Burada 4, burada da 4. 4, 4, 8. Bura elədi 8. Bu da 8-dən balaca, bəli, 6. Doğrudur, hələ ki bir maneçiliyimiz yoxdur. Sonra nəyi tapmışıq? Sonra tapmışıq buradan. İçbucağı tapa bilməmişik hələ. Bir də bu rombu tapa bilməmişik. Bura bilirik ki 14-dür. Hansı rəqəmlərimiz qalır? Onlara bir dəfə baxaq. Deməli, bizə deyir ki, hansı ədəd iştirak eləmir? İstifadə elədik nədən? Altdan istifadə eləmişik. Xeyr, altdan hələ istifadə eləməmişik. Amma eləyə bilərik. 2 dənəsi qalır hələ. Sıfırdan istifadə eləmişik. Rəqəmlər də böyükdür əslində. Sıfırdan 7 istifadə eləmişik. 7 gedər. 8-imiz qalır. 6 da gedibdir. Bax, buna 6 vermişik. 5-imiz qalır hələ. Bunlardan hansısa birinə digərinə qoyacaq. Həm də ki, bunların cəmi 14 eləməlidir. Bu nə olar? 9 ilə 5 olar da. Bura mən 9 qoyaram, bura 5 qoyaram ki, 14 eləsin cəmi. 8-imiz burada artıq qalar. Cavabımız A variantı 8 olmuş olar. Bu da bizim salxım tarazlıqda olmayan hissəmizdir. Gəlin indi bir də bunlardan baxaq bir neçəsinə. Əvvəlcə şərti oxuyaq. 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədər olan ədədlərdən birinə, hərəsi fərqli bir ədədə uyğundur. Tərəzilərin vəziyyətləri nəzərə alaraq fiqurların ifadə etdiyi ədədləri müəyyən edin. Deməli, bizə deyir ki, burada bu 6 dənəsi, bunlar tarazlıqdadır hamısı görürük ki, və hərəsi də 1-dən 9-a qədər fərqli bir ədədə uyğundur. Məsəl üçün, nə deyə bilərik? Buna elə bir ədəd deyəcəm ki, bunun 5 dənəsi, bunun 1 dənəsi bərabər olsun. Bu sadəcə 1-dir. 1-dən 9-a deyir. Məsəl üçün, bu 2 olsa, bu eləyəcək 10. Düzdürmü? 2-dən 5-in 10. Demək ki, bu sadəcə 1-dir. Dairəm oldu 1. Bu da olur onda 5. İndi gəlin bunları istifadə edək. Məsəl üçün, bu olur 1. Buna mən 9, 3 desəm yenə, 9, bu da 1, 10. Bu da 10 ola bilməz. Demək ki, bu da 2-dir. Əgər 2 isə 6, bir də bu 7. Bu da 7 oldu. Sonra başqa nəyimiz isə qalıbdır, yəni istifadə edə bilərik. Heç nə yoxdur burada artıq. Sonra 3 dənəsi bunun 1 dənəsinə bərabərdir. Buna 3 qoysam bu 9 eləyər. 2 qoya bilmirəm, 1 qoya bilmirəm. 4 də qoysam 12 eləyir, olmaz. Demək ki, bu 3-dür. 3-dür ki, 3 dənə 3-ün 9. Bu da 9 oldu. Məsəl üçün, gəldik bura. Hansı ədədlərimiz qalır deməli. 1 getdi, 2 getdi. Bunun 2 dənəsi. 1 qoya bilmirəm, 2 qoya bilmirəm, 3 qoya bilmirəm. 4 ilə 6, 7 də ola bilər. 4 qoysaq məsəl üçün, başlayaq yoxlamağa. 4 ilə 4, 8. Burada 8-i necə alaram? 8-i alıram. 2, 6 ilə 2 vardı. İşte, iştirak eləyə bilmir. 1 eləyə bilmir. 3 qoysam, 3 ilə 5 olmur. Demək ki, bu 4 deyil də. 6 ilə 2 yenə olmur. 4 deyil demək ki. Ona 5 qoya bilmirəm, 6 qoysam 12. 6 qoysam 12. 12-yi necə düzəldərəm mən bunlardan? Deməli, 12-ni düzəldirik. 7, 6, 6 olmur onsuz. 7, 5 ilə, 7, 5 ikisi də iştirak edib. 8, 4 ilə. 8, 4 heç biri yoxdur burada. Olar əslində. 8 və 4 ilə. Tamamilə doğrudur. Hansı 8-də, hansı 4-də onu tam deyə bilmirik hələ. Bizə deyir ki, yəqin ki, bunları soruşmayacaq. Verilmiş fiqurları ifadə etdikləri ədədlərin qiymətinin artması ardıcılığı ilə düzün və ulduzu soruşur. Tamam, bu 7-dir. 2, bir dəfə 8 götürək. Düz alınmasa buna 4 götürərik. Bunları dəqiq bilmirik. Sonra, məsəl üçün, keçirəm buna. Bu neçə demişik? Buna 2 demişik. Buna da 3 demişik.
İndiki deyir ki, qiymətlərin artması ardıcılığı ilə düzün. Artması deyirsə 3-ü götürərəm. Sonra 4-ü götürərəm. Çünki 3-dür bu. Sonra 1-i götürərəm. Sonra da 2-ni. 3, 4, 1, 2. Cavabım yoxdur. Cavabım yoxdursa 3, 4, 1, 2. Demək ki, bu 8 deyilmiş, 4-üymüş. Bu 8 deyil, 4'dür. Bunların yerini bilmirdi. Onsuz dəqiq. Buna 4 deyək, buna 8 deyək. Başqa yerdə olsaydı deyərdik ki, ya da belə uyğunlaşdıra bilirik. Buna 4 deyək. Onda isə 2, yəni 3, 4, 2, 1. Belə bir variantımız yenə yoxdur. Mən buna 7 yazmışam, üzr sayın bir dənə. Bu 1 deyib. Onda 4 də olsa, 8 də olsa fərqi yox ki, bu ən böyük orada. Üzr sayın bir dənə, bunu yanlış görmüşəm mən. Bu 1'dir. 1'dirsə 1, 2, 3, bu 2 olan 3'dür. Bu 4, sonra bu 2. 1, 3, 4, 2. 1, 3, 4, 2 axırki cavabı tapmışıq. Belə deyim ki, bunun əslində 8 olmağı ya da 4 olmağı heç bir fərqi yoxdur. Çünki ikisində də ən böyük olacaqdı. Yenə cavabımız bu olmuş olacaqdı. Bundan birinə də baxaq. Məsəl üçün neçəyə baxaq. Birin tarazlıqda olana baxdıq, bir də olmayana baxaq. Məsəl üçün elə burada baxaq. 76-cı suala görək burada bizə nə verir? Tarazlıqda olmasın, hansından ağır olsun deyir. Deməli, deyir ki, 9 fərqli rəqəm yenə eyni. Deyir, fiqurlardan biri tərəzidə yoxdur. Gəlin baxaq bundan. Bu yenə 1'dir. Çünki 2 olsa 10 olur, olmaz. Bu da 5'dir. Düzdürmü? Bu da 5'dir. Bu 5'dirsə, 5 deyir nədən ağır olsun. Bu 0 verə bilmirsiniz. Dedik ki, 0 yoxdur 1-dən 9'a. 1 verə bilmirsiniz. Çünki 1 istifadə eləmişəm. Məcbur 2 olur. 2 ilə 2 4. Bu da bizə verir. Deməli 5'dən daha yüngüldür. Bu daha ağırdır. Sonra bunlardan hansısı var? Hansınsa hardasa istifadə edək. Yoxdur. Bəli, yoxdur. Bura gələk. Bu deyir ki, bu neçə ola bilər? Bu 9 ola bilsə, məsələn 4 qoyarıq 8 ola bilər. 5 ola bilməz. 6 olsa 2 qoya bilmirəm. Ya da məsələn 5 olsa 5 qoya bilmirəm onsuz. 7 qoysam 3 qoya bilirəm. Tamam, bir dəfə 7 qoyaq, bir dəfə 9 qoyarıq. 7 qoyub 3 qoyum bunlara. 3 qoysam, buna da 3 qoysam. Buna da 3 yox, 3 qoysam. Sonra 3 qoysam, bu ikisi bir-birinə bərabər olmalıdır. Nə qoyum bura? Hansılarım qalır? Məsəl üçün qalır nə burada? Deyək ki, buna 3 qoydumsa, buna neçə qoyaq? Burada 2 dənə eyni şey var. Bir dənə də fərqli bir şey var. Buna məsəl üçün qoysam, 1 getdi, 2 getdi, 3 getdi, 4 qoysam 7. Axı bu 7-ni düzəltmək üçün 2 dənə eyni şey, məsəl üçün də 7-dən balaca. 2 qoya bilmirəm, 3 qoya bilmirəm. Bu balaca oldu biraz. 7, biraz böyük ədəd qoyum da. Məsəl üçün 10 qoyum. 10. 2 qoyum. Bu 10 eləməsi üçün 4, 4. Yəni buna 7 qoysam, bu eləyər 10. 7 qoya bilmirəm ki, 8 qoyum. Deyək ki, 8 olsun. 11 oldu. 11-i necə düzəldərəm? 4, 4, 8, buna 3 düşür yenə. Nə ilə toqquşur? Bu 3 deyil, bu da 7 deyil. Çox toqquşur. Demək ki, buna bir də 9 qoyaq, yoxlayaq. Bəlkə daha tez çıxacaq. 4, 4. Əslində 3 üstə qoya bilərik təbii ki. 4-dür. Buna 9 qoyub, buna 3 də qoya bilərik. 4 də qoya bilərik. Yoxlayaq yenə. Bu 4-dür. Bunlar sadəcə yoxlamaqdan çıxır. Biraz çətin qaçıb artıq. Bu biraz məsəl üçün nə qoyaq buna? Biraz böyük ədəd qoyaq. 7 qoysam 11. 11-i necə düzəldəcəm? 11-i düzəldərik. 4 qoya bilmirik, 3 qoya bilmirik. 3 qoysam 6, bir də 5 qoymalıyam. 5'im vardı. 8 qoysam 12. 12-i necə düzəldərəm? 12-ni düzəldərəm. Məsəl üçün buna 3 desəm 6. 6. Burada da 6 deyərəm. Deyil 12 eləyər. Yəni baxaq, elə bir ki tam oturdu axı. Hansı yoxdur? 1 var, 2 var, 3 var, 4 var, 9 yox da. Sadəcə 9. Yox, 9 da var. 7 yoxdur. Sadəcə 7 yoxdur deyə bilərik. Bu tərəzi mövzumuzdur. Bu qədər. Gəlin dərs üçün sahə perimetr mövzusunu